İdman Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər və layihələr, xüsusilə bu layihələrdə gənclərin aktivliyindən danışacağıq. Beynəlxalq tədbirlər olur ki, hansı ki, beynəlxalq təşkilatlar var, Azərbaycanın üzvü olduğu, onların tədbirləri olur, iclasları olur və biz burada gənclərin iştirakçılığını çox dəstəkləyirik. Məqsədimiz ondan ibarətdir ki, gənclərimiz həm Azərbaycanın beynəlxalq gənc dostlarının sayını artırsınlar və çox yaxşı bir şəbəkə qazansınlar özləri. Gənclər əslində bizim üçün ona görə maraqlı bir platformadır ki, biz burada bütün gənclərlə bağlı imkanları birləşdiririk. Birincisi, burada ən birinci bizim yaratdığımız platforma Gənclər Azın tərkibində təsdiq platforması oldu ki, bu nədən ibarətdir? Gənclər təşkilatlarının elektron şəbəkəsi və onların reytinq platformasına çevriləcək. Buradan elan edə biləcəyimiz əslində bizim üçün ən maraqlı tədbirlərdən biri Gənc Festdir, Gənclər Festivalıdır. Biz onunla bağlı çox belə həyəcanlı bir hazırlıq içərisindəyik. Bu il ərzində Gənclər Festivalının olması da planlaşdırılır. Onu vurğulayım ki, Sumqayıt bildiyiniz kimi Azərbaycanın 2025-ci Gənclər paytaxtıdır və bir neçə Gənclər festivalımız olacaq, amma əsas festivalımız bizim bu ilin artıq payızında, yəni ki, yaydan sonraki müddətdə onun elanlarını da gənclərimiz həyyədə görə biləcəklər, Sumqayıtda olması planlaşdırılır.